Hörmətli izləyicilər, sizə bir dənə ev çəkib göstərirəm. Ev, nə deyim valla, ev super ev, əla ev, gözəl ev. Evə söhbət yoxdur. Yəni ki, evin həqiqi sözün əsl mənasında tikintisi, evin içi, bahalı təmir, keyfiyyətli təmir. Bax, elə başlayaq həyətindən. Demək, harada yox, Vişnyovkada, 6 sotun içində. Hovuzumuz nədir? Qaçma hovuz. Qazon. Bir də xatırladım. Ev çox keyfiyyətli tikilib. İndi biz içinə girəndə siz görərsiniz ki, həqiqətən də mən elə düzün deyirəm. Lejanka və s. və ilaxır evimizin arxasına keçmək olur. Neyiniyə? Bura mətbəxidir, təbii ki. Mətbəxdən mən burada belə bir yer yaradılıb. Burada oturub dincəlmək üçün. Vişnyovkada bilirsiniz da, havası təmiz olan yer, nəmişlik olmayan yer. Burada, belə deyək, qışda, məsələn, qapını bağlayıb çıxıb gedirsən, bir də gəlirsən, tutaq ki, oktyabrda bağladın, bir də gəldin, tutaq ki, məsəl üçün, mart-aprelə. Girirsən evlərə, bir dənə nəmişlik, iyi yox, kifi gəlmir, aboy, hamısı tərtəmizdir. Demək, giriş qapısıdır. Bura çıxacaq terasdır, bura qarajımızdır. Yəni avtomobil üçün bax belə bir garajdır, jalüz qapı ilə. 6 sot, 350 kvadrat. Daxil olduğumuz evə. Burada girişdə bizdə dolab, oturmaq üçün, ayaqqabı dəyişmək üçün və s. və ilaxır. Keramika, qranit. Bir də xatırladım, ev çox keyfiyyətli materiallardan istifadə olunub. Burası qonaq otağı. Burası da mətbəxdir. Çox geniş, işıqlı mətbəx mebeli varıdır. Staleşnitsa düz ortada. Buradan həmən mən bayaq başladığım yerə, haradakı başladıq videonu çəkməyə var. Buradan çıxırsan terasa. Eytər. Otaqlara baxaq, otaqlarla tanışalaq. Deməli, bu birinci mərtəbədəki birinci yataq otağı. Gəl buranı çək. Bax. 2 dənə kombisi. Bu hamısını çəkdi. Yəni başa çıxan adam biləcək bu nə var, nə var. Buradan da qapı var, çölə çıxmaq olur. Deməli, burayla tanış oldu. Bu yataq otağını. Sanuzyonla çək. Sanuzyonunu çək. Suyun naporu. Vişnyovka, alballıq. Bura baxdıq. Qalxaq ikinci mərtəbəyə. Baxaq ikinci mərtəbə. İkinci mərtəbə qalxan kimi bax bizdə burada güzgülü şkafdır. Yataq otaqlarda baxaq. Baxaq, gəl birinci bura baxaq. Bu birinci yataq otağıdır. Buradan da teras açılır. Terasa baxacaq. Bir dənə sanuzyonu çəkiyorsa, hamısı keyfiyyətli materiallara, başı çıxan, baxsın, bax, görsün videoda. Gəl. Bu da sizə Vişnyovka. Çox Vişnyovka arzulayırdınız ki, Vişnyovkada bir dənə möhkəm, qəşəng bir keyfiyyətli ev olsaydı alardıq. Sənədlər qaydasındadır. İkinci mərtəbənin isitmə sistemi radiatorlardır. Deməli, bura qardiropdur. Əstağfurullah, istipoldur. İstipoldur. Bu qədər ev çəkməyib. Buranın çəkini göstərdin. Həm istipoldur, həm də radiatoru var. Gəl. Bura ümumi sanuzyol otağıdır. Fikir verin pəncərələrə. Bu digər yataq otağıdır. Və. Bu da sonuncu otaqdır. Böyle kartinin arası burada da belə bizi balaca balkon qarşılayır. Gəl. Mən bilirəm Vişnyovkanı çox sevirsən sən. Buradan baxanda Bilgə də görsən. Vişnyovka Bilgə, hamısı bağ evləridir.
Əsl bağ evi. 380.000 manat start qiymətlə çıxdı. Müasir. Bu günə bu qədər sağ olun, minnətdarım.